Nasıl sandınızlar? Bugün sizlerle birlikte yeni bir cips almışız. Adı uzun cips'ti. Gelin size bunu yoklayaq. Üzümü göstərim və necə pişdiyini deyəcəm. Hadi baxaq. Mən üzümü belə kənarda saxlayıb açacağam. Belə səsim daha yaxşı gəlir. Dostlar, belə bir paketdədir. Belə. Adı uzun cips'ti. Barbekü soslusunu almışıq biz. Gəlin baxaq görək necə pişir. İlk öncə bolca kartof alıblar. Bolca kartof alıblar və bunları qaynadıblar. Sonra da qaynatdıktan sonra da püre halına gətirib uzun hala gətiriblər. Sonra da 10 saniye yağda gözledilir ve hazırlanır. Bunu yani evde eləyə deyə verirlər. Belə bir şeydir. Uzunluğu falan belə. Bazı ilə başlayaq. Buyurun, dadına baxaq. Hadi başlayaq. Bismillahirrahmanirrahim. Geçen çıtırdı ya. İnce daha çok. Üzüm görsən ne bir ya? Bilmiyorum, görmedim. Çok. Ama Görsen güzeldi. sen söyleyelim ben bir şey. Ve çıtırdı. Alışsız çıtır. İlk dəfə yəndə ağza belə qəribə acı təhər dad gəlir. Yaşaydı. Barbekü sosunu doldurublar. Yağı və soğanı içində biraz çoxdur. Və soğanı azdır. Heç soğan isi verdirtmir. Və deyə bilərəm, çox dadlı bir şey də ala bilərsiniz. Necə deyə bilərəm başqa? Ondan belə uzun şeylərdir. Soğan isi Bunun 2 qatı falan. barbekü isi verirler. Barbekü çox qoyublar deyənə soğanın isi gəlmir. Barbekü isi verirler. Çox gözəl bir şeydir. Ala bilərsiniz. Hey sen, videonu dayandır ve like atıp abone olup bildirimleri sonuna at. Ki video atanda haberdar olasın. Əgər ürəyiniz istəyirsə. İndi isə gəlin sağollaşaq. Bəli dostlar, sağollaşma mərasiminə gəldik. Bir sonraki videoda görüşmək üzrə. Hamınız sağ olun.